Salam yoldaşlar. OTK'nın 20 aprel 2025-ci il tarixində keçirdiyi blok imtahanının 11-ci sinif üzrə fizika suallarına nəzər yetiririk. Başlayaq. 31. Verilmiş kütləvi qaz üzərində gedən proses PV diaqramında təsvir edilir. Qazın gördüyü işi deyir hesablayın. PV qrafikində, yəni təzyiqin həcmdən asılı qrafikində yaranan fiqurun sahəsi bizə qazın gördüyü işi verir. Fiqurun sahəsini tapsaq, açdıq bərabərdir S fiqur. Bu yan trapesiyadır. Bu tərəfi, yəni oturacağı 0-dan 300-ə qalxıb 300-dür. Digər oturacağı isə 0-dan 100-ə qalxıb 100. Böləcəm 2-yə oturacaqların cəminin yarısı vurulsun hündürlük. Hündürlüyü də buradır. 10-da 2-dən gəlib 10-da 4-ə. Yəni 10-da 2. İxtisarlarımızı aparsaq 2 10-da 2-yə bölünər. 10 dəfə 400 bölünər 10-a 40. Deməli, cavabımız olacaq birincidə D variantı. 31-də D. Keçən növbəti sualımıza 32-yə. Deyir ki, maddi nöqtə radiusu 2 metr olan çevre üzrə hərəkət edir. Radius vektor dönmə bucağının zamandan asılılığı π bərabər 4t kimidir. Maddi nöqtənin xətti üstəsini deyir hesablayın. Burada π bərabər omega t olduğundan, deməli, omeqamız 4. T'nin əmsalı omeqanı verir 4. Və xətti üstət nə idi? V bərabərdir omega r. Omeqamız 4'dür. R'imiz də radiusumuz 2'dir. 4 bölü 2 neçə edəcək? 8. Deməli, cavabımız olacaq 32-də C variantı. 33. Rəqs edən cismin koordinatın zamanı asılı tənliyi verilib. 2t müddətində cismin yerləşməsi nə qədər olar? Bu tam period, yəni 2 tam perioddur. Yəni öz yerinə qayıdır. Öz yerinə qayıtdığı üçün yerləşməsi sıfıra bərabər olur. Yəni misal üçün x-in t-dən asılını belə versək, sinusoiddir. Sıfırdan başladı. 1 gediş, 2 gediş, 3 gediş, 4 gediş. Bu bir periyod. Davam etdirməliydim. 1 gediş, 2 gediş, 3 gediş. Dəqiqə, buradan silək. Uzadaq bunu. Yəni 1 dedik, buna 1 gediş dedik. 1 gediş, 2 gediş, 3 gediş və 4 gediş. Bu da bir periyod. Deməli, bu 2 periyod buradır. Yəni, burada başlamışdı, sıfırda başlamışdı, təzədən sıfıra qayıtdı. Öz yerinə qayıtdığı üçün yerləşməsi sıfıra bərabər olur. Başlanğıc vəziyyətdə qayıtdığı üçün yerləşməsi sıfırdır. Yəni, başlanğıc və son nöqtələr üst-üstə düşür. O üstə cavabımız olacaq Y variantı. 34. Işıq şüasının düşmə bucağını hesabını deyir. Düşmə bucağı, yəni düşən şüa ilə bu perpendikular arasında qalan bucaqdır. Yəni, bura. Bu düşmə bucağıdır. Burada sınma bucağı 35 dərəcədir. Meyl bucağı da 15 dərəcədir. Onda düşmə bucağı sınma bucağı ilə meyl bucağının cəminə bərabərdir. Yəni 35 plus 15 neçə eləyir? 50 dərəcə. 50 dərəcə imiş ki, 35-i sınıb, yerdə qalan 15-i meylidir. Cavabımız olacaq 34-də A variantı. Keçən növbəti sualımızda 35. Hər imtahana düşən sualda hədəfdə də düşüb, burada da düşüb. Kinetik enerjinin dəyişməyən çevrədə olmur. Çevrədə kinetik enerji sabit qaldığı üçün dəyişməsi sıfıra bərabərdir. Yəni cavabımız olacaq 35-də A variantı. 36. Elektrokimyəvi ekvivalent elektroddan cərəyan keçmə müddəti ilə tərs mütənasibdir deyir. Ekvivalentin ifadəsi K bərabərdir. M bölünsün Q. M-in də yerinə yaza bilərəm. Nəyi?
K, IT Q'nun yerinə IT yaza bilərəm. Olacaq M, I, T. Bir şey var ki, burada. Dəş eləyək. Və 36-dakı düsturumuz. K bərabər M bölünsün Q. Bunu yaza bilərik. 1 bölünsün Y, NA vurulsun M bölən şəklində. Şimdi elektrolitdən cərəyan keçmə müddətindən tərs münasibdir. Keçmə müddətindən asılıdır elektrolitin ekvivalent. Ekvivalent burada mollar kütlə ilə asılı idi. Bir də mollar kütlə ilə düz varitlə asılı idi. Yəni mollar kütlə ilə düz asılıdır, varit ilə tərs asılıdır. Ekvivalent. M mollar kütlə, N valentdir. İndi iki ədədi qiymət ionun kütləsini, yəni M-in onun yükəgənə olan nisbətinə bərabərdir. Bəli, M bölü 2-yə bərabərdir. Bu doğrudur. Elektrod üzərində ayrılan maddənin kütləsi ilə düz mütənasibdir. Maddənin kütləsi ilə asılı deyil. İlk dustdakı kəmiyyətlərdən, yəni M-dən Q-dan asılı deyil. Dedim ki, mollar kütlə ilə düz, varit ilə tərs asılıdır. Və M bölü N nisbəti ümumilikdə kimyəvi ekvivalent adlanır. Ekvivalent adlanır və kimyəvi ekvivalentlə düz mütənasibdir. Yəni M bölü N nisbəti ilə düz mütənasibdir. Burada amma tərs yazdığı üçün bu variantda deyil. Burada səhvlik var, yalnız burada iki variantı olmalıdır. Kimyəvi ekvivalentlə tərs yox, düz mütənasibdir. Yalnız iki doğrudur. 37. Üfüqi səthi üzərindəki bircin stilin bir ucuna dinamometr şəkildə kim bağlanmışdır? Dinamometrin göstərişi minimum 120 Newton olduqda tir qalxır. Onun çəkisi nə qədərdir? Deməli, buradakı göstəriş 120 deyir. Onun qolu L yazsa, mərkəzin önündə çəkilir bir aşağı doğru MJ. Bunun qolu nə qədər olur? Yarısı, yəni L bölü 2. Yəni, burada çəki elə MJ-dir. Burada yaza bilərik ki, 120 vurulsun qoluna, momentlər qaydasına görə bərabərdir MJ vurulsun qoluna. L bölü 2-yə. L ixtisar gedər nə qalar? MJ bərabərdir 120 vur 2, yəni 240. Deməli, bizim çəkimizin də qiyməti elə 240-dır. Cavabımız olacaq 37-də C variantı. Səkkiz. Keçici konturdan keçən maneə hissənin zamanla asılı tənliyi pi bərabər 6-3t şəklindədir. Hansı qrafik bu konturda yaranan induksiya EQS-in modulunun zamandan asılılığına uyğundur? Deməli, yoldaşlar, burada induksiya EQS-nin ifadəsi necə idi? Soni bərabərdir mənfi delta pi bölünsün delta t və manis selinin dəyişməsinin törəməsinə bərabərdir. Zamandan törəməsinə bərabərdir. Burada törəməsini tapsaq, 6 çıx 3-nin törəməsini tapsaq, bu bizə verəcək 6-nın törəməsi 0 çıxılsın, 3, t-nin də törəməsi 1-dir. Olacaq mənfi 3. Onu da törəməsi ilə mənfi 3 deməli, EHG-nin qiyməti 3-dür. 3-dürsə, deməli 3-dən sabit olacaq. Cavabımız olacaq 40-da B variantı. 41. Sarğacın manis sahəsinin enerjisinin manisinin asılı qrafiki vermişsə, sarğacın indüktivini hesab edin. Manis sahəsinin enerjisinin ifadəsi pi kvadrat bölünsün 2L-dir. İndüktivlik və manisindən ibarət düsturu. Burada indüktivliyi tapsaq, pi kvadratı bölü 2W olacaq. Yəni, 10-4-ün kvadratı bölünsün 2 vurulsun. Enerjinin qiymətini necə götürək? 10-4 götürmüşəmsə bunu götürəcəm 10-4. 10-4-lər bir-birini apardı. Yuxarıda bir dənə 10-4 qaldı. Aşağıda da 2 olacaq. 10-da 2. Cavabımız olacaq 41-də B variantı. Növbəti sualımıza keçək. 42.
Rəqs konturunda harmonik elektron mərhəzləri baş verir. Hansı fiziki əməliyyatlar zamanı asılı olaraq dəyişir? Rəqs konturunda e, yük, cəryan şiddəti və gərginlik zamanı asılı olaraq dəyişirdi. Burada da yük var, kondensatorun yükü, cəryan şiddəti varmı? Cavab olacaq 1,6. Hə. Çağacdan axan cəryan şiddəti və kondensatorun yükü 1,6. Yəni B variantımız doğru olacaq. Bunlar zamandan asılı olaraq dəyişirlər, periodik dəyişirlər. Tam enerji, induktivlik, tutum, tezlik bunlar zamandan asılı olaraq dəyişən kəmiyyətlər deyil. 42-də cavabımız olacaq 1,6. B variantı. 43. Müsbət Q yükü birinci elektrik sahəsində A, B, C, D, A qapalı traktor üzrə hərəkət etdirilir. Hansı hissədə sahənin gördüyü iş müsbətdir? İntensivlik xəttləri müsbətdən çıxıb mənfiyə daxil olur. Burada da müsbət Q yükü yerləşdirsə AB hissəsinə, onda AB sağa doğru getdikcə hərəkət istiqaməti sağadır və qüvvə də müsbət yükü nə edir? Mənfiyə cəzb edir. Qüvvə də getdi sağa. Həm qüvvə, həm də sürət sağa olduğu üçün AB hissəsindəki hərəkət yeniləşəndir. Bizə də yeniləşən hərəkətdə iş nədir? Müsbətdir. Bizə də müsbəti soruşur. AB olacaq elə. AD və BC-də onsuz da iş yoxdur. Perpendikulyarlıqdır. Kosinus 90-da 0 alır. Burada işlər yoxdur. Qaldı CD-də. CD-də isə müsbət yükü yerləşdirsəm, hərəkət istiqaməti sola verib. Amma müsbət müsbətə yaxınlaşmamalı, əksəli uzaqlaşmalıdır, itələnir. Sağa doğru gedəcək qüvvəsi. Onda əks istiqamətdə bu nə olur? Yavaşlayan. Qüvvə ilə sürət əks istiqamətdə yavaşlayandır. Onda da iş CD-də nə olacaq? Mənfi. Bizə amma müsbəti soruşur. Müsbət olan hissə yalnız AB-dir. Cavabımız olacaq D variantı. 43-də D. Keç növbəti suala. 44. Yarımkeçici kristalı akseptor aşkar daxil etdikdə nə baş verər? Akseptor aşkar daxil etdikdə kristalda deşiklərin sayı artır. Elektronların sayı deşiklərin sayından az olur. Və P tip, yəni deşiklərin sayı çox olduğu üçün burada P tip yarımkeçirici yaranır. Çünki P tipdə deşiklər, N tipdə isə elektronlardır əsas yük təşkillər. Burada da deşiklərin sayı çox olduğu üçün P tip yarımkeçirici yaranır. 44-də cavabımız olacaq Y variant nəzəri sualdır. Sonra 45. Hansı halda cismət həsən ağırlıq vəsin işi mənfidir? Bir cisim şaqlı yuxarı qaldırıramsa bunu, ağırlıq vəsi onu aşağı doğru çəkir. Bu zaman hərəkət istiqaməti ilə ağırlıq qüvvəsi, yəni qüvvə əks istiqamət olduğu üçün buradakı iş mənfidir. Bir variantı doğrudur. Amma endirəndə artıq hərəkət istiqamətinin ağırlıq qüvvəsi eyni istiqamət olduğu üçün buradakı iş müsbət olur. Yəni bu deyil. Və üfüqi istiqamətdə üfüqi hərəkət etdirilir. Bu zaman sağa doğru gedir üfüqi istiqamət. Ağırlıq da onsuz aşağıdır. Nə yarandı burada? 90 dərəcə perpendikulyarlıq. 90 dərəcədə nə olurdu? İş olmurdu. Deməli, cavabımız olacaq burada nə? Yalnız 1. C variantı. Qalxatın. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatın enerjisi 120 millijouldur. Onun lövhələrin arasının nüfuzluğu 6 olan dielektrikdən tam doldurduqda enerjisi necə dəyişər? Sabit gərginlik mənbəyinə qoşmuşamsa elə buradan yazın. U sabit. Enerjinin ifadəsi SV kvadratı bölü 2. Yəni düsturda tutum olmalıdır. Və gərginlik də sabit bölü üçün SV kvadrat bölü 2-dən istifadə edəcəm. S-nin yerinə nə yazacağım? Epsilon 0 S bölünsün D. Yazsam olacaq epsilon 0 S U kvadratı bölünsün 2D. Deməli, yoldaşlar, burada görürəm ki, enerji nüfuzluqdan, epsilondan düz mütəmasibatlıdır. Yəni,
Nüfuzun qiyməti 6-dırsa, onunla tam dolduramsa, enerjinin qiyməti 6 dəfə artır. Onda başlanğıc halda enerjinin qiyməti 120-dirsə, sonra olur 6 dəfə çox 720. Nə qədər fərqləndir? 720-dən çıxıram 120-ni, 600 millijol artdı. Cavabımız olacaq 46-da B variantı. 47. Kütlələri M1 bərabər 2 kilo, M2 bərabər 3 kilonun içində təpəmiz bokuna asılmışdır. İpdə yanan gəlmə qüvvəsini tapın deyir. İfadəmiz, düsturumuz 2 M1 M2 böl M1 plus M2 vur J'dir. Bağı içindən təpəməz bokda hərəkətində gəlmə qüvvəsinin bu düsturuna tapırıq. Yerinə qoysaq qiymətləri 2 M1 2-dir, M3 M2 3-dür. Böləcəm kütlərin cəmi 2 plus 3 vuracağım J'yə 10-a. 12 vur 10 bölünsün. 5 bu bizə neçə verir? 120 böl 5, 24. Cavabımız olacaq 47-də E variantı. Daha doğrusu A variantı. 24A. 14 görürəm. 24A variantı. Davam eləyək. 48. Newton böl kiloqram ifadəsi hansı bir qiymətinin vahidinə uyğundur? Yəni qüvvə bölünsün kütlə bizə nəyi verir? Qravitasiyası intensivliyini verir və səbəşmə təcili. Yəni J'dir. Ya qravitasiyası intensivliyi adlanır, ya da səbəşmə təcili adlanır. 1-3. Cavabımız olacaq E variantı. İşin vahidi Joule-dur. Açılışı Newton vur metrdə əsas vahidlərini ifadə edə bilər Newtonu da açaraq. Həddi səthinin vahidi isə sürət, yəni metr bölünsün saniyədir. 49. Bir cismani sahəsində induksiya xəttlərinin periodika sistemə daxil olan iyonun sürətini azaltdıqda periodu və mərkəzləşmə tədbiri necə dəyişir? Periodun ifadəsi 2pm bölünsün qb. Sürət düsturda yoxdur, ona görə də sürətdən asılı deyil. Cismani sahəsində. Təcil isə A bərabər F bölüm, F-in yerinə nə yazıram? Lorentz qüvvəsi. QVB yazsam, olacaq düstur QVB bölünsün M. Düz mütənsib basılıdır sürətdən. Yəni, sürətin qiymətini azaltsaq, təcil də azalar. Period dəyişməz, təcil azalar. Y variantı doğrudur. Bucaq sürəti, period, tezlik bunlar bir cismani sahəsində sürətdən asılı deyirlər. Bəli, uzandakı gərginlik 8 volt olan düz naqil induksiyası 10,4 test olan bir cismani sahəsində induksiya xəttlərinə perpendikulyar yerləşdirilmişdir. Naqilin uzunluğunu 14 metr, müqaməti 2 ohm olar, sonra təsirin amper qüvvəsini hesablayın. Yoldaşlar, I bərabər gərginlik var, müqamət var. U böl R ifadəsinə görə, ohm qanuna görə cərəyan şəklini tapın. U-su 8, R-i də neçə verib bizə? 2. Bu deyir 4. Cərəyan şəklinin qiyməti 4-dür. Amper qüvvəsinin ifadəsi necə idi? I, B, L. Sinus alfadır. Perpendikülər olduğu üçün sinus yazmaya ehtiyacımız yoxdur. Çünki qiymət 1 edir onsuz. Sinus 90-da 1 alır. Cərəyan şəkli 4. İnduksiyası neçədir bu? 10,4. Uzunluğu da 10,3. Və hər birini bir-birinə vurduqda qiymət neçə eləyəcək? Bunu yazaq belə. 4 vur, 4 vur, 10 üstü mənfi 1, vur, 3 vur, 10 üstü mənfi 1 kimi yaza bilərik. 16 vur 3, 48. 48 vur, 10 üstü mənfi 2 olur. Bunu da mən 480 vur, 10 üstü mənfi 3 kimi yaza bilərəm. Və 10 üstü mənfi 3 nədir? Millidir. Olacaq 480 milli Newton. Cavab olacaq 50-də A variantı. Növbəti sualımıza. Bəli bir. Maddi nöqtənin koordinatının zamanı asılı tənliyi verilmişdir. Onun təcilinin x9-a proyeksiyası nəyə bərabərdir? Bu x bərabər x0 plus v0 t plus at kvadratı bölü 2 tənliyidir. Koordinatın zamanı asılı tənliyi bərabər təcil hərəkətdə belədir. Yəni t kvadratın əmsalı burada təcilin yarısıdır. Yəni a bölü 2-nin yerində 3 dayanıb. Onda a bərabər olacaq 2 vur 3, 6. Cavabımız olacaq 51-də B variantı.
52. Sabit temperaturda havanın nisbi rütubətini 20% azaltdıqda havanın müəyyən həcmində olan su buxarının kütləsi necə dəyişər? Havanın nisbi rütubəti 20% azalıbsa, yəni 100 idi, misal üçün çıxdıq 20-sini, oldu 80. 100-dən gəldi 80-ə. Qiymət 100 bölünsün 80 dəfə azaldı. Yəni 100-ü bölün 80 neçə edir? 1 tam 80-də 20, 1 tam 4'də 1, 1 tam %25. Deməli, qiymət 1 tam %25 dəfə azalar. 52 cavabımız olacaq Y variantı. Çünki nisbi rütubət, su buxarının kütləsi deyir. Nisbi rütubətin ifadəsi fi bərabərdir. Rho bölünsün, rho 0,100%-dir. Rho-nun da yerinə m böl v yaza bilərik. Olacaq m böl v rho 0,100%. Görürəm ki, nisbi rütubət kütlədən düz mütənasibdir. Kütlənin qiyməti nə qədər azalsa, nisbi rütubət də o qədər azalar. Burada qiymətimiz 1,25 dəfə azalar olacaq 100-dən 80-ə gəldiyi üçün. 53. Vakuumda dalğa uzunluğu 150 metr olan elektron dalğasının tezliyini hesablayın. Tezlik dalğa uzunluğundan tərsidir. Yəni olacaq düsturu nü bərabərdir S bölünsün lambda. C'si 3 vur 10 üstü 8'dir. Dalğa uzunluğu da 150'dir. Mən bunu 300 vur 10 üstü 6 kimi göstərə bilərəm. 300'ü də 150'yə bölsəm neçəyə? 2, 2 vur 10 üstü 6. Bu da mega olduğu üçün 2 megahertz cavabımız olacaq. 53'də 2. 54. Exatdan göndərilən siqnal 10,8 saniyə sonra dənizin dibindən əks olunaraq qəbul edilir. Ultrasesin suda sürəti 1500 olarsa dənizin dərinliyi neçə metrdir? Dərinliyi necə tapırdıq? H və yaxud S ilə işarələsə VT bölünsün 2 ilə. Yəni gedib qayıtdığı üçün məsafəni bölürəm 2-yə. V'si 1500 vur T'si 10,8 bölü 2. 1500-də 10,4-ə vursam qiymət eləyəcək neçə? 600. Deməli bu 600 metr dərinlikdədir. 55. Yerin cazibə sahəsində şaquli hərəkət edən cismin koordinatını zamanla qraf vermişdir. Hansı ifadələr doğrudur deyir. Cisim şaquli yuxarı atılmışdır. Bəli, əvvəlcə bərabər yavaşlayan, sonra bərabər yavaşlayan hərəkət olduğu üçün 1 doğrudur. Cisim müəyyən hündürlükdən şaquli aşağı yox. Şaquli yuxarı götürmüşük artıq. Uçuş müddətinin yerləşməsi 0-dır. Və həmin nöqtəyə qayıtdığı üçün yerləşməsi 20 yox 0 olacaq. Deməli bu variant doğru deyil. Uçuş müddəti getdiyi yol 40-dır. 20 qalxıb 20 düşdüyü üçün bəli, ümumi getdiyi yol 40 olur. Maksimal qalxma hündürlüyü isə 20-dir. Bu maksimal qalxma hündürlüyüdür. 20 qalxdı, 20 düşdü. Eyni nöqtəyə düşdüyü üçün yerləşməsi 0 oldu. Maksimal qalxma hündürlüyü 20 oldu. Getdiyi yol isə 40 oldu. Cəmlədik. Cavabımız olacaq burada 55-də 1 ilə 4 doğrudur. 56. 100 metr bölü saniyə sürətlə uçan 10,4 kilo kütləli cisim 2 hissəyə parçalandı. Kütləsi 10,3 kilo olan böyük hissə 200 metr bölü saniyə sürətlə əvvəlki istiqamətdə uçur, kiçik hissənin sürətinin modunu hesablayın. Deməli, burada impulsun saxlama qanunu ödənilir. Əvvəlcə müəyyən bir kütləli bir cismin var idi. Bunun da kütləsi neçə idi? 10,4 idi. Sürəti neçə idi? 100 idi. Bu parçalandı 2 hissəyə. Birinin kütləsi oldu 10,3 kilo. 200 metr bölü saniyə sürətlə getdi. Digər isə bilməm kütləsini və müəyyən bir sürətdən getdi. Əslində bilirəm kütləsini. Bura 10,4 isə, bura 10,3 isə yerdə qalan kütlə nə qədər olur? 10,1. Deməli, digərinin kütləsi 10,1-dir. Sadəcə sürətini tapmaq lazımdır. Bizə sürətini istəyib. Yaxşı, bunun sürətini necə tapaq? Əvvəlki impuls bərabər olmalıdır sonraki impulsların cəminə. P0 bərabərdir P1 çıxsın plus P2-yə. P0 yaxşı neçədir? P0 M V olsa buradakından. Buna 0 yazaq. Başlanğıc qiymətlər olduğu üçün yazaq.
Bura olacaq 10-da 4, bura olacaq 100. 10-da 4-ü 100-ə vursak neçə eləyəcək? 4. Deməli, başlanğıcda impulsun 4. Sonra buradakı impulsu tapsaq, P1-i tapsaq, P1 bərabərdir M1 V1 yazaq. M1-i 10-da 3, V1-i 200. Bu bizə verəcək neçə? 6. Düzdürmü? 10-da 3 206. İndi buradan da qiymətlərinə qoysaq, P2-ni tapsaq, P2 bərabər olacaq P0 çıxılsın P1. Yəni 4-dən çıxacam 6-nı, mənfi 2 eləyəcək. Onsuz modul dediyi üçün mənfi nəzərə alınmayacaq. P2 də nəyə bərabərdir? M2 V2. Buradan V2-ni tapsaq, ikinci sürəti, buradakı sürəti tapsaq, ikinci sürətini P2 bölünsün M2, yəni 2-ni böləcəyəm, impulsun qiymətini böləcəm kütləyə. Kütləsi neçəsində 10-da 1. 2-ni böləcəm 10-da 1 neçə eləyəcək? 200. Deməli cavabımız neçədir? 200. Daha doğrusu burada bir yanlışlık oldu. Buradaki impuls 40 idi üzülürsən. Onda 4-ü 100-ə vuranda 40 idi. Buradakı impuls 60 idi. 40 60-dan çıxacaq, olacaq mənfi 20. 20 böləcəm 10-da 1 olacaq 200. Gəldik növbəti sualımıza. İnşallah. Əleyhdə sabit kütləvi atom ideal qazın təzyiqi mütləq temperatur asılı qrafiki verilmişdir. Nə baş verər? Deməli, yoldaşlar, AB hissəsində temperatur sabitdir, təzyiq azalır. Təzyiq azalırsa həcm artır. Və temperatur sabit olduğu üçün daxili enerji də sabitdir, daxili enerji dəyişmir. Daxili enerji dəyişmədiyi üçün termodinamik birinci qanuna görə isti miqdarı ilə işin görülməyinə sərf olunur. İndi 1-ə uyğundur nə? AB prosesində dedik ki, qaza verilən istilik miqdarı onun gördüyü işə bərabərdir. 1-ə uyğundur Y variantı. 1-ə Y. 2. Solda qeyd edək. 1-ə Y. 2. Nədir bizə? BC prosesi. BC prosesində görürəm ki, təzyiq də artdı, temperatur da artdı. Deməli, həcm sabitdir. Həcm sabitsə iş yoxdur. İş olmadığı üçün istilik miqdarının hamısı daxili enerjinin dəyişməyinə sərf olunur. Qaza verilən istilik miqdarı onun daxili enerjinin dəyişməyinə sərf olunur. 2 uyğundur D. 3-də nədir? 3-də isə CD prosesidir. CD prosesində təzyiq sabitdir. Temperatur artır, həcm artır. Onda qazın gördüyü iş müsbət olur. Mənfi variantı doğru deyil. Və temperatur artdığı üçün daxili enerji də artır. Daxili enerji azalması variantı doğru deyil. Və daxili enerjinin dəyişməyi, istilik miqdarının 10-da 6 hissəsi daxili enerjinin dəyişməyinə, qalan 10-da 4 hissəsi işin görülməsinə sərf olunur. Onda 10-da 6-nı bölsəm 10-da 4-ə, bu da bizə verəcək neçə? 6 bölü 4, 1/5. Deməli, daxili enerjinin dəyişməyi qazın gördüyü işdən 1/5 dəfə böyükdür. Bu CD prosesine uyğundur. 1-ə Y, 2-ə D, 3-ə C. Qazın daxili enerjinin azalması üçün temperatur azalmalıdır. Mən burada temperaturun azaldığı variantı görmürəm. Qazın gördüyü işin mənfi olması üçün isə yenə həcm azalmalıdır. Həcmin azaldığı variant da yoxdur. Deməli, cavabımız olacaq 1-ə Y, 2-ə D, 3-ə də C. Keçək son 3 sualımıza. Verilmişdir ideal qazın sıxlığının temperaturun asılı qrafiki verilmişdir. B, C hallarına uyğun qiymətləri təyin edib qazın təzyiqinin temperaturun asılı qrafiki deyir. Amma mən burada təzyiqin həcmdən asılı qrafikini görürəm və ona uyğun eləsək, əvvəlcə ifadəm düsturum P bərabər rho RT bölünsün M-dir. İndi yoldaşlar, A üçün yazsaq, A nöqtəsi üçün bunu yazsaq, PA bərabər olacaq. Sıxlığım neçədir A-da? 2, rho 0, R. T'si neçədir A-da? T0, T0 böl nə? N. Bunu mən nə adlandırım? P0 adlandırım. Başlanğıc. PB yazsaq, B üçün tapsaq,
Bunun sıxlığı neçədir? Rho 0. Aha. Rho r. T'si neçədir? 2T0. Yəni yazaq 2T0. Bölə yenə nəyə? Kütləyə. Bu da yenə P-yə bərabər oldu. P sıfırımıza bərabər oldu. C-ni tapsaq, C nöqtəsini, yəni buradakını tapsaq, bunun sıxlığı neçədir? Rho 0-dır. Yəni R. T'si neçədir? 4T0. Böləcəm yenə n-ə. Burada 2-dir, burada 2-dir, burada 4 olduğu üçün qiyməti 2 dəfə artdı. Onda qrafik çəksək, qrafik necə olacaq? Əvvəlcə A-dan B-yə, buradan A-dır, B-yə, P0 qalır. Bu P0. İkisi də P0. Sonra B-dən C-yə isə qiymət P0-dan 2P0-a qalxdı. Yəni qiymət artdı. Sadəcə burada B-dən C-yə sıxlıq dəyişmədiyi üçün, sıxlıq sabit olduğu üçün həcm də sabitdir. Onda deməli qrafik belə yox, belə artacaq. Yəni B-dən C-yə yuxarı istiqamətdə olacaq. Qrafikimiz belə olur. A-dan B-yə sabit, ikisi də P0-dır. B-dən C-yə isə P0-dan 2P0-a qalxıb sadəcə burada B-dən C-yə sıxlıq sabit olduğu üçün həcm sabit olduğu üçün qrafik belədir qalxacaq. Qrafikimizi də tapdıq. Keçən növbəti sualımıza 59. Şaqırı qoymuş dəmir lövhə onu yapışdırmış. Çəkisi 8 Newtonla maqnitlik 60 Newton qüvvə ilə cəzb edir. Maqnitlə lövhə arasında sürtünmə amısında azı nə qədər olmalı ki, maqnit sükunətdə qalsın. Cavabımızı əsaslandıraq. Yəni bir çəki çəkirik. Dəmir bir lövhə, ora bir maqnit yapışdırılıb. Bu zaman aşağı doğru bunu çəkir. Yəni 18 Newton burada çəkisidir. Və sürtünmə qüvvəsi onun əksi istiqamətdə yönəlir. Və bu maqniti 60 Newton qüvvə cəzb edirsə, bunu sıxan qüvvə və bunun əksi istiqamətində olan qüvvə, hər iki qüvvə 60 Newtondur. 60 Newtonla bu lövhəyə cəzb edir, sıxır bunu və əks istiqamətdəki qüvvə də elə 60 Newtondur. İndi yoldaşlar, burada sürtünmə qüvvəsinin qiyməti nə qədər olacaq? Sürtünmə qüvvəsinin qiyməti 18 olmalıdır ki, yoldaşlar, aşağı istiqamətdə çəkən qüvvə, yuxarı istiqamətdə çəkən qüvvəyə bərabər olmalı ki, maqnit sükunətdə qalsın. Deməli, sürtünmə qüvvəsinin qiyməti 18 olmalıdır. Və sürtünmə qüvvəsinin ifadəsi necə idi? Μn, μft, yəni təzyiq qüvvəsi, sıxan qüvvə və yaxud əks istiqamətli qüvvə, reaksiya qüvvəsi hər iki halda burada sürtünmə əmsalının qiyməti olacaq. F sürtünmə bölünsün n və yaxud F sürtünmə bölünsün ft, sıxan qüvvə, təzyiq qüvvəsi bərabər olacaq 18 bölünsün 60-a. Qiymət neçə eləyəcək? 6-ya bölsək 10-da 3, yəni cavabımız olacaq 10-da 3.